Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yessir li emri. Ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yanfa'una ve enfa'na bima allamtana ve zidna ilme ba'd. Əziz qardaşlar, Şeyx Müseymin Rahimullahın Ramazan məclisləri kitabının tədrisinə davam edirik və Şeyx 26-cı məclisdə cəhənnəmə daxil olma səbəblərindən danışır. Və buyurur ki, Şeyx deyir ki, bilin ki, yəni keçən dərsimizdə biz danışmışdıq ki, yəni cəhənnəmin vəsfi barədə Şeyx danışmışdı. Cəhənnəmin əzabı, orada olan əzabın şiddətindən danışmışdı. Bu dərsdə də yəni Şeyx danışır ki, yəni insanları cəhənnəmə salan səbəblər var. Allah Azze ve Celle onu öz kitabında və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə bizlərə bəyan edib ki, insanlar bu səbəblərdən çəkinsinlər, qorunsunlar. Və bu səbəbləri Şeyx iki qismə bölür. Deyir ki, cəhənnəmə salan səbəblər iki yerə bölünür. Birincisi, yəni küfri səbəblərdir, təkfir olunan səbəblərdir, hansı ki, onu edəni imandan, İslamdan çıxarır, küfrə salır və sahibini əbədi cəhənnəmli edir. İkinci qism isə, yəni onu İslamdan, imandan çıxartmır, lakin ədalət, adillik sifətindən çıxardıb fasiqliyə salır və onu cəhənnəmə haqq elətdirir, lakin cəhənnəmə daxil olsa da orada əbədi qalmayacaq. Və Şeyx bu şəkildə iki yerə bölür və bugünkü dərsimizdə, bugünkü günümüzdə inşallah birinci növdən danışacaq. Birinci növün səbəblərindən ki, hansı ki o İslamdan çıxaran səbəblərdir. Hansı ki İslamdan çıxaran əməllərdir və o sahibini əbədi cəhənnəmlik edir. Və bunlardan Şeyx ən birinci getirir ki, bu səbəblərdən ən birincisi Allaha şərik qoşmaqdır. Ki, insan Allah Azze ve Celle istər rububiyyətində, istər ad və sifətlərində, istər uluhiyyətində başqasını Allaha ortaq tutsun. Və yəni etiqad edir ki, Allahla bərabər yaradan var, Allahla bərabər başqası da ruzi verir, övlad verir və yaxud duanı Allahdan başqasından edir, ya falan kəs deyə çağırır, yaxud Allahdan başqasından yəni şəfa istəyir və yaxud ad və sifətlərdə Allah Azze ve Celle'nin adlarında və sifətlərində başqasını ona ortaq qoşur. Bunların hamısı insanı İslamdan çıxaracaq səbəblərdir və eyni zamanda həm İslamdan çıxarır sahibini, həm də onu əbədi cəhənnəmə layiq edir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnna Allah la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah buna şərik qoşanı əsla bağışlamaz, ondan aşağı olanı isə istədiyinə bağışlayar. Və başqa ayədə Allah Teala buyurur ki, İnnehu men yushrik billahi faqad harramallahu aleyhil cennə və mə'vahun nar və mə lizzaliminə min ansar. Allah Teala buyurur ki, kim Allaha şərik qoşarsa, Allah ona cənnəti haram edər, onun yeri cəhənnəmdir, zalimların da heç bir yardımcısı olmaz. Və ona görə insan ən qorxduğu şey, ən böyük günah bilməlidir ki, nədir? Allaha şərik qoşmaqdır. Necə ki, sahabə soruşur, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, ya Rasulullah, ey zəmbin azam, ey Allah'ın Resulü, ən böyük günah hansıdır? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah səni yaratdığı halda ona şərik ortaq qoşasan, ona şərik qoşasan. Səni yaradan o, sənə rozi verən o, öldürən, dirildən o və sən onunla bərabər başqasını çağırırsan, ya filan kəs deyə. Sıxıntı anında onu başqasına sığınırsan. Qurbanın adaxır, nəzrin olsa başqasına kəsirsən. Yəni, sənə neməti verənə deyil, başqasına təşəkkür edirsən. Adəm övladı belə bunu qəbul etmir. Birinə yaxşılıq edirsən, bir insana yaxşılıq edirsən və yaxşılıq etdikdən sonra sənin gözünün qabağında təşəkkürü yanında olana edir ki, çox sağ ol, sənə mənə bu yaxşılıq etdin deyə. İnsan oğlu hansı bəşərdir, zəifdir, özü məxluqdur. Bunu qəbul edə bilmir. Necə yəni? Bunu mən etdim, sən mənə deyil, yanındakına təşəkkür edirsən. Yalnız etdiyi yaxşılıq da nədir? Özünün yaratdığın bir şey deyil. Cüzi bir şeydir. Buna görə təşəkkür gözləyirsən və başqasına da ediləndə bunu qəbullanamırsan. Aləmlərin Rəbbi olan Allah sənə bu qədər neymətlər verir. Sən isə şükrü ona deyil, başqasına edirsən. Həqiqətən bu müsibətdir. Ona görə Allah Teala buyurur ki, İnnə şirkə ləzulmun azim. Həqiqətən şirk ən böyük zülümdür. Ən böyük zülümdür.
Zülmün en büyüğü Allah'ın hakkında olan zülmdür, o da şirktir. Və şeyx sonra buyurur ki, cəhənnəmə salan, əbədi edən səbəblərdən ikincisi Allah Azze və Cəlləyə küfr etməkdir, yaxud mələklərə küfr etməkdir, inkar etmək, yaxud onun kitablarını inkar etməkdir, peyğəmbərləri inkar etmək, axirət gününü, qaza qədəri. Yəni imanın 6 rükündən hansı birini inkar etməkdir. Kim bunları yalanlayarsa, inkar edərsə, yaxud onların varlığına şək edərsə, nədir? O dindən çıxır və bu da onun sahibini cəhənnəmli edir. Allah Teala buyurur ki, İnnellezine yakfuruna billahi ve rasulih. O insanlar ki Allah'a ve Resuluna küfür ederler. Yani Allah ve Resulunu inkar ederler. Ve yuridune en yuferriqu beynallahi ve rasulih. Ve istəyirlər ki Allah ve Resulü arasında fark koyalar. Və yəqulun nu'minu bi ba'din və nakfuru bi ba'd. Və deyərlər ki, biz bəzilərinə iman edirik, bəzilərinə küfür edirik. Necə ki, bugünkü günü bu deistlər var. Deyir, biz Allah'a inanırıq, amma peyğəmbərlərə inanmırıq. Güya bunlar orta yol tutublar, öz ağıllarına. Allah Teala onlar haqqında deyir ki, onlar dinə deyirlər, bəzisinə inanırıq, bəzisinə inanmırıq. Və yuriduna en yettexizu beynə zəlikə səbilə. Və istəyirlər ki, bu məsələdə bir yol, özlərinə yol tutarlar. Allah Teala nə deyir? Uləikə humul kafirun haqqa. Onlar həqiqi kafirlərdir. Və a'tədnə lil kafirinə azəbən muhinə. Biz onlara, biz kafirlərə alçaldıcı bir əzab hazırladıq deyir. Və başqa ayədə Allah buyurur ki, İnna Allah la'anəl kafirinə və a'addə ləhum sa'ira. Həqiqətən Allah kafirlərə lənət etmiş və onlara cəhənnəm hazırlamışdır. Xalidinə fiyhə əbədə. Onlar oradan əbədi qalacaqlar. Lə yecidunə vəliyyən və lə nasira. Onlar orada nə yardımcı, nə də bir himayədar tapmayacaqlar. Yevmə tuqallabu vucuhuhum finnəri. O zaman ki, üzləri cəhənnəm ateşində çevriləcək. Yəquluna ya leytənə ata'na Allah və ata'na rasulə. Deyəcəklər ki, kaş ki biz Allah'a və Rasuluna itaat edəydik. Və qalu Rabbənə innə ata'na sədətənə və kubara'ənə fəadallunəs səbilə. Deyəcəklər ki, ey Rəbbimiz, biz böyüklərimizə və başçılarımıza itaat etdik. Və onlar bizi yoldan azdırdı. Bugünkü gün əksər insanların halı budur. Başçı, böyüyü, yəni şeyxi, imamı nə deyir? Onunla sənə belə deyir, belə et. Qurana qayıtmaq yox. Peyğəmbər s.ə.v şəriətindən qayıtmaq yox. Ata-babalarımızdan belə görmüşük. Dədəbələrimizdən belə görmüşük. Allah deyir, onlar nə deyəcəklər? Rabbənə ətihim ضِعْفَيْنِ minəl əzəbi. Allahım, onlara 2 qat əzab ver. Həmin o kafirlər, onları azdıran başçılar haqqında nə deyəcəklər? Allahım deyəcək, onlara 2 qat əzab ver. وَلْعَنْهُمْ لَعْنًا كَبِيرًا. Və onlara böyük lənət et. Onların nifrəti o qədər dərəcədə olacaq ki, bizə verdiyin əzabın 2 qatını onlara ver. Çünki bizi azdıran onlardır. Baxın, ona görə də insan baxmalıdır Allah Azze və Cəlləyə, yəni onun şəriətində nə gəlibsə, sənin borcun təsdiq etmək, təslim olmaqdır. İslam nə deməkdir? İslam təslimçilikdir. Hər şeyi ağlınla yoza bilməzsən, hər şeyi ağlını daxil edə bilməzsən. Ağlınla gedə biləcəyi müəyyən hədd var. Oradan o tərəfə ağıl getmir. Necə ki, insanın bütün orqanlarının işləyə biləcəyi bir hədd var. İnsanın gözünün görəcə biləcəyi bir hədd var. Müəyyən bir məsafəni görürsən, o məsafədən sonranı görmürsən. Qulağın müəyyən bir məsafəyə qədər eşidir. Ondan o tərəfə eşitmir. Burnun iyləməsi müəyyən bir məsafədən sonranı iyi duya bilmirsən. Səsini müəyyən məsafəyə qədər göndərə bilirsən. Ondan o tərəfə göndərə bilmirsən. Eləcə də ağlınla gedə biləcəyi müəyyən bir hədd var. Onu sən aşa bilməzsən. Hər şeyi ağlınla yozub, hər şeyi ağlınla cavab axtara bilməzsən. Elə şeylər var ki, artıq ağıl onu dərk edə bilmir. Allah təala buyurur ki: "Və la yuhituna bihi ilmə." Onların elmi Allahı əhatə edə bilməz. Onlar Allahı elmləri ilə əhatə edə bilməzlər. Allah Azze və Celle hər şeyi əhatə edibdir. Lakin sən xeyr, sən aciz məxluqsan. Sən uzağa getmə.
Sən özündə olanları belə dərk edə bilmirsən. Sən özün qəbul etsin, sənin içində ruh var. Amma ruh bədənin harasındadır, forması, şəkli nədir? Elm bu qədər inkişaf edib, hələ bu haqda heç bir cavabı yoxdur. Sən özündə, beynində, yəni bəzi funksiyalar, beynin hərəkəti, bunları bugünkü gün hələ çox şeylər aça bilmir elm. Çox incəliklər var ki, aça bilmir. Qadir deyil. Sən götürüb, səni yaradan, yeri göğü yaradan Allah barədə düşünürsən ki, Allahın varlığı haqqında ağır yürütmək istəyirsən. Sənə nə gəlib? Ona iman gətirmən lazımdır. Şeyx bundan sonra üçüncü gətirir ki, İslamın 5 rükünündən hər hansı birini inkar etmək. İslamın 5 rükünündən hər hansı birini inkar etmək. Kim, məsələn, tövhidi inkar edərsə, şəhadəti inkar edərsə, Peyğəmbər sallallahu əleyhi və səlləmin rəsul olduğunu inkar edərsə, ya namazı, ya orucu, ya zəkatı, ya həcci, hər hansı bir İslamın rükününü inkar edərsə, yalanlayarsa, alimlərin icması ilə nədir? Kafirdir. Çünki o, Allah və Rasulunu yalanlamış sayılır. Həmçinin, Allahın haram etdiyi şeyləri halal görərsə, o da buna daxildir. Məsələn, insan deyirsə ki, içkinin halal olduğunu deyərsə, artıq bunu bilərəkdən deyərsə dindən çıxır. Yəni, 2 nəfər var qarşımızda, biz biri içki içəndir, deyir ki, mən də bilirəm, haramda mənə nəfsimi saxlaya bilmirəm. Digərisi də içki içmir. Lakin deyir ki, içki içməkdə problem yoxdur, halaldır. Birinci şəxs bizə görə fasiqdir, günahkardır, lakin müsəlmandır. İkinci isə kafirdir. Aydın mı? O içməsə belə. Niyə? Çünki Allahın haram etdiyini halal etdi və yaxud zinanı halal görərsə və yaxud hər hansı bir açıq aydın haramdan Allah təala söylədiyi bir şey halal görərsə və yaxud Allahın açıq aydın halal etdiyini insanlara haram edərsə, nədir? Bu, bununla dindən çıxır. Lakin burada şeyx gətirir ki, lakin insan bunun cahilliyindən edərsə, təbii ki, bu şeylərdə biz bu danışdığımız hamısı hansılara aiddir, qardaşlar? Ümumi hökmlərdir. Fərdə gələndə hökmlər dəyişir, şəxsə gələndə hökm dəyişir. Baxırıq onun təkfirinə mane olan bir şey var mı? Cahilliyi mi? Onun təvil etməsi, yozması mı? Və yaxud onun ikrah altında deməsi mi? Yəni bunlardan hər hansı biri var. Yəni bunlar həmsi öz ixtiyarınla mı deyir? Yəni qəsdli şəkildə mi deyir? Yəni bunlara mütləq şəriət baxır fərdlərə gəlir. Şeyx məsələn gətirir ki, Şeyx Hüseymin Rəhmullah, insan yəni cahilliklə deyərsə, o təkfir olunmur, ona öyrədilir və bundan sonra, öyrədəndən sonra yenə israrlı olarsa, o zaman ona inkar olunur. Və şeyxin gətirdiyi, hansı ki, insana cəhənnəmi qazandıran səbəblərdən dördüncüsü buyurur ki, Allahı Allahla, onun rəsulu ilə, onun dini ilə istehza etməkdir. Lağa qoymaqdır, araya qoymaqdır. Və bu da açıq aydın küfürlərdəndir. Allah təala buyurur ki, "Və in sa'atahum la yaqulunna innama kunna nakhudu və nal'ab." Onlardan soruşduğu zaman deyir ki, biz zarafat eləyib danışırdıq. "Qul abillahi və ayati və rasulihi kuntum testehzi'un." Deyir ki, siz Allahla, ayələri ilə və Rasul ilə istehza edirdiniz. "Qad kafartum ba'da imanikum." La ta'tadiru qad kafartum ba'da imanikum. Üzr gətirməyin, artıq iman gətirdikdən sonra kafir oldunuz. Bu ayə bəzi münafiqlər barədə Təbuk döyüşündən qaydanda sahabələri başlayırlar lağa qoymağa, öz aralarında. Sahabələri lağa qoymağa deyirlər ki, bizim bu Peyğəmbərin Muhammed s.ə.v ətrafında olanlar yeşə qarınlardır, döyüşdə ən qorxaq insanlardır, başlayır lağ eləməyə. Bu müsəlmanlara, Peyğəmbər s.ə.v onun ətrafında olanlara dil uzadırlar münafiqlər. Təbuk döyüşündən Mədiniyə qaydanda. Və onlar arasında sahabə olur, eşidir, onlara inkar edir. İnkar edir və sizin danışdığınız deyir, batıl sözlərdir. Və mən bunu Peyğəmbər s.ə.və xəbər verəcəm deyir. Və gəlir Rasulullah s.ə.v yanına gəlib, ya Rasulullah, xəbər vermək istəyəndə, görür ki, artıq Cəbrail əleyhissalam onu qabaqlayıb, artıq Allah təala ona xəbər verib, ayələri nazil edib, bu ayələr nazil olur. Və bunu münafiqlər görəndə qorxularından gəlirlər, Rasulullah s.ə.v-in dəvəsinin üzəngisindən tutulur ki, ya Rasulullah, biz zarafat edirdik, yol keçsin deyə, yol uzundur, yolun yorğunluğu keçsin deyə öz aramızdan zarafatlaşırdıq. Peyğəmbər s.ə.v onlara cavab vermir, yalnız bu ayəni oxuyur ki, bu ayədə Allah buyurur ki, "Qul abillahi və ayatihi və rasulihi kuntum testehzi'un." De ki, siz Allahla, onun ayələri və Rasul ilə istehza edirdiniz.
La ta'təziru qad kəfərtum bə'də imanikum. Üzr gətirməyin, iman gətirdən sonra kafir oldunuz. Bu ayəni yalnız Rasulullah s.ə.v onlara təkrar ilə üzlərinə oxudu. Çünki onlar bu şəkildə məsələdən sıyrılmaq istəyirdilər, həmin münafiqlər. Deməli, istehza etmək, insanı dindən çıxardır, lağa qoymaq, məsələn. Həmçinin bura nə gəlir daxildir, qardaşlar? Dində sabit olunan, bilinən bir şeylə istehza etmək. Öyle demək. Dindən olduğunu bildiyin halda onunla istehza etmək də bura daxil. Məsələn, deyək ki, dinin şuarlarından azanı lağa qoymaq. İstehza etmək. Və yaxud namazı, dinin hər hansı bir rükünü namazını və yaxud hər hansı bir şeyi lağa qoymaq. Hamısı insanı dindən çıxardan səbəblər. Hətta deyək ki, müsəlmanın saqqalını belə lağa qoymaq. Məsələn, insanın saqqalını lağ eləsə, onun özünə, şəxsiyyətinə deyil, saqqalını, onu da dindən bildiyi halda edərsə, bu da insan dindən çıxarır. Lakin onun şəxsiyyət, özünə qəsd edərsə, bu fasiqlikdir, böyük günahdır, lakin onu dindən çıxarmır. Aydın mı, qardaşlar? Və şeyx gətirir, dindən çıxardan, hansı ki, cəhənnəmə haqq edən, cəhənnəmə salan səbəblərdən, əbədi edən səbəblərdən beşincisi də Allahı, onun dilini və Rasulunu söyməkdir və yaxud eyvləməkdir. Və bu da şək yoxdur ki, insanı dindən çıxardır. Şeyx-i İbn Teymiyyə rahimehullah buyurur ki, kim Allahı və Rasulunu söyərsə, bu zahirdə və batində kafirdir. İstər bunu haram olduğunu etiqad etsin, istər də halal görsün, istər də etiqadını başa düşmədən etsin. Baxın, bu kəlmə var, axırıncı kəlmə, o, bugünkü gün bəziləri var, Allah onları islah eləsin, nə deyirlər? O, bəzi Allahı söyənlər deyir, onların dilində primiçka olub, deyir. Onlar nədir? Müsəlmandır. Şeyh olsam nə deyir? Fərqi yoxdur, deyir. Hamısı kafirdir, deyir. Hətta primiçka ilə götür, atasını, anasını söysün. Allahı niyə söyür? Və onlar bilərəkdən söylər əslində. Özləri də deyirlər ki, bəzi kimi bilirsiniz, burada bəzi kəndlərdə var, onlar nə deyirlər? Deyirlər, biz birbirimizi dalaşanda atamızı, anamızı söymürük. Niyə? Sabah üz-üzə gəlirik. Düşmən olmayaq. Ona görə birbirimizin Allahımızı söyürük ki, sabah bağışa bilək. Bunu bir insan bilərəkdən iradəsi ilədir. Bu insan necə kafir olur? Bu insana Şeyh Hasan buyurur ki, fərqi yoxdur. Onların hamısı nədir? Kafirdirlər. Hətta zarafatla olsa belə, ciddi zarafat fərqi yoxdur. Hamısı onlar, nə dediyi ki, Şeyh buyurur ki, onlar nədir? Kafirdir. Şeyh İslam İbn Teymiyyə. Və sonra Şeyh gətirir ki, Şeyh İslam İshaq ibn Rahavə ilə gəlir ki, müsəlmanlar icma edirlər ki, kim Allahı və Rasulunu söyərsə, yaxud Allahı nazil etdiyindən nəyisə dəf edərsə, rədd edərsə, o nədir? Kafirdir. Və hətta o, Allahın nazil edildiyini ümumilikdə iqrar eləsə belə. Məsələn, bəzən olur ki, deyir, yox, qardaş, bu necə kafir olur ki, bu and içəndə deyir, Quran haqqı deyir. And içəndə Allah haqqı deyir, Quran haqqı deyir. Desə belə. Allah və Rasulü söydüsə, İslamdan çıxır. Allah və Rasulunu söydüsə, artıq İslamdan çıxır. Və həmçinin Peyğəmbərləri söyərsə, fərq etməz. İstər bizim Peyğəmbərimiz sallallahu aleyhi ve sellem olsun, istər də digər Peyğəmbərlər, hər hansı bir Peyğəmbəri söyərsə, təhqir edərsə, o İslamdan çıxmış sayılır. O ki, qaldı Peyğəmbərlərdən başqasını söyməyin hökmünə, məsələn, sahabələri söymək. Şeyx buyurur ki, əgər sahabələri söyməkdən qəsdi Peyğəmbər sallallahu aleyhi və səlləmin haqqından intiqas edirsə, onun haqqını naqisləşdirirsə, bu da küfürdür. Nədir, qardaş? Rasım qardaş, nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlərdən başqasını söyməyin hökmü nə olur? Yox. Təfsilat var. Deyir ki, əgər o söyməkdən qəsd Peyğəmbər sallallahu aleyhi və səlləmən də oradan naqislik gətirirsə, o da yenə küfr olur. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələrini söymək. Onun zövcələrini söymək, onun arvadlarını söymək, Peyğəmbər sallallahu aleyhi və səlləm həyat yoldaşlarını söymək nə deməkdir? Dolayısıyla Rasulullah sallallahu aleyhi və səlləmi söyəkdir. Çünki Allah Quranda buyurur ki, Əl-xabitət lil-xabitin və tayyibat lil-tayyibin. Xəbislər, xəbis qadınlar xəbis kişilər üçündür, yaxşı qadınlar da yaxşı kişilər üçündür. Sən bununla da Peyğəmbər sallallahu aleyhi və səlləmə dil uzatmış olursan, xüsusən məsələn Ayşə radiyallahu anh haqqında Allah təala Quran-ı Kərimdə onu 7 qat səmanın üzərindən təmizə çıxartdığı halda sən ona dil uzadırsansa, o insan neyinir?
Quranı da yalanlamaq məsələsi olduğuna görə bu alimlərin icması ilə kafirdir. Və həmçinin digər zövcələri də olsun. Onlara dil uzatmaq insanı dindən çıxır. Amma hər hansı bir sahabəyə, məsələn, hər hansı bir məsələyə görə dil uzadarsa, bu böyük günahlardandır, kəbiradır və onu bu şəkildə dindən çıxartır. Lakin həmçinin, məsələn, Quranla, sünnə ilə sabit olan, onun cənnət əhli olduğu sabit olan birisi, məsələn, o cənnətlə müjdələnmiş 10 sahabə, bunlara dil uzadan həmçinin nədir? Kafir. Çünki burada Peyğəmbər sallallahu əleyhi və səlləmi yalanlamaq var. Və yaxud sahabələrin hamısına toplu şəkildə sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra kafir oldular, mürtəd oldular deməsi, bu da nədir? O insanı dindən çıxarır. Və şeyx sonra gətirir ki, 6-cı səbəb Allahın hökmü ilə hökm verməmək və burada da şərh gətirir ki, Allahın hökmü ilə etiqad etməsi lazımdır ki, etiqadla etməsi lazımdır ki, Allahdan başqasının hökmü Allahın hökmündən daha üstündür. Yaxud Allahın hökmü ilə yəni ki, onunla Allahdan başqasının hökmü Allahın hökmü ilə eynidir. Və yaxud hər ikisi ilə də hökm verə bilərsən, bunları halal görərsə, o zaman nə olur? İnsan bunu etiqad edib hökm verərsə, kafir olur. İnsan, yəni ki, Allahdan başqasının hökmü ilə də hökm verməyin icazəli olduğunu deyərsə, o zaman kafir olur. Amma məsələn, və yaxud etiqad edir ki, Allahdan başqasının hökmü daha xeyirlidir, yaxud onunla bərabərdir və yaxud başqası ilə də hökm verə bilərsən. Hətta o özü hökm verməsə belə, bunu etiqad edərsə, və bu nədir? Bununla da dindən çıxır. Etiqad edərsə, dindən çıxır. Yəni, bu ayə təkcə hakimlərə aid deyil. Başçılara aid deyil. Allahın hökmü ilə hökm verməyənlər kafirlərdir. Başqa ayədə Allahın hökmü ilə hökm verməyənlər zalimlərdir. 3-cü ayədə Allahın hökmü ilə hökm verməyənlər fasiqlərdir. Bu, Allah burada mən ədatı nədir? Hər kim hökm verməzsə mənasındadır. Və bu da ümumiliyə dəlalət edir. Allah azə və cəllə xüsusiləşdirmir. Yəni, hakimləri də, qeyri-hakimləri də, hər kəsi buna daxil edir. Və buna görə də kim ki iddia edir ki, bu başçılara aiddir, o Allah və Rasulü adına yalan danışmış sayılır. Allah və Rasulü adına yalan danışmış sayılır. Və bugünkü günü bəzi insanlar var ki, Allahın hökmü ilə hökm verməyənlər kafirlərdir deyib əlində şüar edib insanları təkfir edirlər və özləri bugünkü gün ən birinci Allahın hökmü ilə hökm verməyən insanlardır. Batil qanunlarla insanlara pul yazırlar, insanlardan. Bu nədir? Sənin bu əməlin Allahın hökmü ilə hökm verməməkdir və səni öz inancına görə səni dindən çıxardır. Əgər halal görürsənsə, hətta mənim inancıma görə sən kafir olursan. Mənə görə də sən kafirsən. Əgər sən onu halal görürsənsə o yolu, bugünkü gün gedirsən, deyirsən ki, mən varlılara bu qədər pulu var, mən buna bu qədər pul yazacağım, bundan pul alacağım. Və deyirsən ki, eyni zamanda deyirsən ki, Allahın hökmü ilə biz hökm veririk və bunu bilərəkdən halal görmedirsənsə, hətta mənə görə də kafirsən. Əgər sən bunu dərk etmədən, bilmədən edirsən, özün də bilirsən, günah edirsən, mənə görə kafir olmasan da, amma sən öz qaydava görə sən özün nəsən? Kafirsən. Çünki etdiyin əməl hökmdür. Və bununla da sən dindən çıxmış olursan öz qaydalarına görə. Yəni, bu insanların hamısı cahilliyindən gələn şeydir. Bayraq edirlər bir kəlməni, lakin o kəlmənin arxasında nələr durduğunu anlamırlar, dərk eləmirlər. Və sonra şeyx gətirir ki, dindən çıxaran səbəblərdən, hansı ki, insana cəhənnəmi əbədi edən səbəblərdən 7-cisi də buyurur ki, nifaqdır, münafiqlikdir. Və nifaq nədir? İnsanın qəlbi ilə küfr etməsi, dili ilə insanlara müsəlman olduğunu göstərməsidir. Allah təala buyurur ki, İnnəl münafiqinə fiddərkil əsfəli minən-nər və lən tecidə ləhum nasira. Həqiqətən münafiqlər cəhənnəmin ən alt qatında olacaqlar və onlara heç bir yardımcı görməyəcəksən. Niyə görə bu saydığımız küfürlərin ən betəri nifaqdır, ən dəhşətlisi. Yəni, bu saydığımız səbəblər var. Çünki hamısı bunda cəm olunur. Niyə görə münafiqlər cəhənnəmin ən alt qatında olacaqlar? Yəni, nə demək ən alt qatında? Yəni, kafirlərdən də, Allahı söyənlərdən də daha alt qatda cəhənnəmin ən alt qatında kim olacaqlar? Münafiqlər. Niyə görə?
Çünki şeyh gətirir ki, burada bunların əməlində həm küfür var, həm hilə var, həm istehza var, lağ etmək var Allah və ayələri ilə. Bu bütün bunların istehza ayrı küfür idi, inkar eləmək ayrı küfür idi, hilə də ayrı bir küfür. Bunlar hamısını münafiq hamısını cəm etmişdir. Dəlil nədir buna? Bəqara surəsinin əvvəlki ayələri. Allah Teala buyurur ki: "Və minən nəs men yəqul əmənnə billahi və bil yevmil axir və ma hum bimu'minin." İnsanlardan elələri var ki, deyirlər ki, biz Allaha və axirət gününə iman gətirdik, amma onlar mömin deyillər. Yuxadiun Allah vəllezine amanu və ma yaxtaun illə enfusahum. Onlar Allaha və möminlərə hilə qurmaq istəyirlər, yəni aldatmaq istəyirlər, amma özlərindən başqasını nə etmirlər? Aldatmırlar. وَمَا يَشْعُرُونَ. Bunlar da bunu hiss etmirlər. فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللّٰهُ مَرَضًا. Onların qəlblərində xəstəlik var idi, Allah onların xəstəliyini daha da artırdı. وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ. Yalan saydıqlarına görə də onlar üçün şiddətli bir əzab vardır. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ. Onlara deyildiyi zaman ki, yeryüzündə fəsad törətməyin, onlar nə deyirlər? Biz islah edənlərik. İslah edirik, düzəldirik. Ələ innəhum humul mufsidun velakin la yəşurun. Bilin ki, həqiqi fəsad törədənlər onlardır, münafiqlərdir, lakin onlar nədir? Bunu dərk etməzdir, hiss etməzlər. Və izə qiyələhum əminu kəmə əmənən nasu qalu ənu'minu kəmə əmənə sufəhə. Onlara deyildiyi zaman ki, insanlar iman gətirdiyi kimi iman gətirin. Necə ki, möminlər iman gətirir, siz də iman gətirir, nə deyərlər? Deyərlər ki, biz səfehlər kimi iman gətirək. Bu da nədir? İstihza da var burada. Ələ innəhum humus sufəhə və ləkin la ya'ləmun. Allah təala buyurur ki, bilin ki, həqiqi səfehlər onlar özləridir, lakin onlar bunu bilməzlər. Və izə ləqullezine amanu qalu amannə. Onlar iman gətirən insanlarla qarşılaşdıqları zaman nə deyərlər? Biz iman gətirdik. Və izə xalav ilə şeyatinihim. Amma şeytanlarıyla baş-başa qalanda nə deyərlər? Qalu innə ma'hum. Biz sizinləyik. İnnəmə nəhnu müstəhziun. Deyək ki, yalnız biz neyini istehza edirik, lağa qoyuruq. Yəni istehza edirik. Allah yestəhzi'u bihim. Allah da onlarla istehza edir. Və yamudduhum fi tuğyanihim ya'mahun. Onların yəni həddi aşmaqlarında, kör qalmaları üçün nə deyir? Onlara nə deyir? Allah Azza və Cəllə möhlət verir. Və münafiqin qardaşlar əlamətləri var. Nifaqın əlamətləri var. Bəlkə böyük nifaqlar var. Bu əlamətlərdən birincisi Allahın nazil etdiyinə şək etməsidir. Yəni insanlara göstərsə də ki, o mömindir, lakin qəlbində buna nə deyir? Şək etməsidir. Və həmçinin əlamətlərdən biri də müsəlmanlar arasında fitnə salmaq, təfriqə salmaq, yəni parçalanma salmaq və bunu sevmək, fitnə fəsadı sevmək, bu nədir? Münafiqin əlamətlərindəndir, münafiqin sifətlərindəndir. Fitnə fəsadı sevir, müsəlmanlar arasında parçalanma düşdür, daha da parçalansın, buna rəğbət göstərməkdir. Həmçinin İslam düşmənlərini sevmək, küfür sahiblərini sevmək, onları tərifləmək, onların fikirlərini yaymaq, İslama müxalif olan fikirlərini, sözlərini yaymaq, bunun hamısı nədir? Münafiqliyin əlamətlərindəndir. Və həmçinin möminlərə eyibləmək, münafiqliyin sifətlərinə möminləri eyibləmək, onların ibadətlərinə dil uzatmaq. Və həmçinin bura, yaxud məsələn, ibadət eləyən mömindir ki, bu riyakardır, çox uzun qılır, məsələn, riyada itham eləmək və yaxud ibadətdən kamil şəkildə bunda günahkardır, taksirkardır deyə lağ eləmək. Və yaxud burada hər bir şey daxildir. Az öncə dediyimiz, hətta bunu iman əhlindən sahib özünü, adamlar var, ibadət əhlidir. 5 vaxt namazını qılır, orucunu tutur, lakin müsəlmanlara nədir? Müəyyən əməlləri, məsələn, deyir ki, saqqal kimi lağ edir, istehza edir, lağlanır, işarə edir. Və yaxud məsələn, qadınların üzünü bağlamasına, niqab giyinməsinə lağ edir. Hətta misvaka belə lağ eləsə, istehza eləsə, bu insanın dilindən çıxarır. Yəni, insan ehtiyatlı olmalıdır. Həmçinin, möminlərin onlara dua etməsinə təkəbbürlü etmək, qəbul etmək. Və izə qeyləhəm təaləv, yəstəğfir ləkum Rasulullah.
Allah Teala buyuruyor ki onlara deyildiği zaman gelin Allah Resulü sizin için istiğfar etsin, bağışlanma dilesin. Başlarını yerleyerler. وَرَأَيْدَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ Ve sen görersen onlar tekebbürlü halda nedir? Uzaklaşarlar, kaçarlar. Həmçinin münafiqliyi, nifaqın sifətlərindən ki, namazların onlara ağır gəlməsidir. Namazda tənbəllik etməkdir. Allah Teala buyurur ki, İnnel münafiqine yuhadi'un Allah'a ve huve hadi'uhum. Münafiqlər Allah'a hile etmək istəyirlər, Allah da onlara hile eder. Ve izâ qâmu ilə salati qâmu kusâlâ. Namaza durduqları zaman səhlənkarlıqla durarlar. Yurâûnen nâs. Riyakarlıq edirlər, insanlara göstərərlər. Və lâ yezkurûn Allah illâ qalîlə. Allah'ı da çox az zikr edərlər. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əzkalu salat aləl münafiqin salatul işə və salatul fəcr." Münafiqlərə ən ağır gələn namaz işə namazı ilə sabah namazıdır. Münafiqlərə ən ağır gələn namaz. Həmçinin münafiqin sifətlərindən, nifaqın əlamətlərindən biri də Allah və Rasuluna əziyyət verməkdir. Allah buyuruyor, "İnnellezîne yu'zûne Allah və Rasûlehu la'anahumullah fid-dunya vel-âxireti və a'adde lehum azâben muhînâ." O insanlar ki Allah'a və Rasuluna əziyyət edərlər, Allah onlara lənət edir, dünya və axirətdə lənət edir və onlar üçün alçaldıcı əzab hazırlamışdır. Və bu bəzi münafiqin əlamətlərindəndir, münafiqlərin əlamətlərindəndir ki, buna üçün zikr etdiyi mömin bu sifətlərdən özünü qorusun və bu sifətlərdən uzaq olsun. Allah Teala istəyirəm ki, bizi cəhənnəm ateşindən qorusun, cəhənnəm əhli sifəti ilə sifətlənməkdən qorusun, bizi Firdevs əhlinə eyləsin, bizi bağışlanan qullarına eyləsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.